Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsi, şərəfli həyat yolu və dövlətçilik sahəsində misilsiz fəaliyyəti gənc nəslin tərbiyəsində böyük bir məktəbdir. Bu məktəbdə vətənpərvər Azərbaycan vətəndaşı yetişir. Bu məktəbin ən böyük müəllimi, xalq müəllimi Heydər Əliyevdir. Təhsil müəssisələrimizdə Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Keçdiyim həyat yolu ilə məktəbə borcluyam, müəllimə borcluyam. Ulu Öndər Heydər Əliyevin işıqlı xatirəsi gənc nəslində yaddaşında əbədi olaraq yaşayır və yaşayacaq. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu, banisidir. Ulu Öndər Heydər Əliyev biz gənclərin ilham mənbəyidir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın nüfuzlu dövlətə etibarlı strateji tərəfdaşa çevrilməsinin təməlində dayanan əsas şəxsiyyətdir. Heydər Əliyev bütün həyatını xalqının azad və firavan yaşamasını həsr etmiş dahi şəxsiyyətdir. Heydər Əliyev elə tarixi şəxsiyyətdir ki, insanların ən ali xüsusiyyətlərini göstərən meyarlar onda cəmlənir. Dünya tarixində çox az şəxsiyyət tapılar ki, Heydər Əliyev kimi siyasi uzunömürlüyə malik olsun. Mən Heydər Əliyevə baxanda təkcə dahi lider, xalqın xilaskarı, müstəqil Azərbaycanın qurucusu və memarını yox, eyni zamanda gənclər üçün bir qətiyyət nümunəsi görürəm. Hər il ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında ən yaxşı təqdimat müsabiqəsi təşkil olunur. Müsabiqə Heydər Əliyevin anadan olmasının il dönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu ildə gənc nəslin vətənə və dövlətə layiqli vətəndaş kimi tərbiyəsinin əsasında duran müasir Azərbaycançılıq ideologiyasının müəllifi Ulu Öndər Heydər Əliyevin 101-ci il dönümünə həsr olunmuş respublika səviyyəsində təşkil olunan müsabiqəyə ölkəmizin bütün regionlarından 2944 şagird qatıldı. Heydər Əliyev məktəbinin ən böyük yetirməsi, onun layiqli davamçısı İlham Əliyevlə addımlayır Azərbaycan. Uca zirvələrə, tamlığa, bütövlüyə doğru şərəflə addımlayır. Şuşalı, Qarabağlı tarixini yazaraq addımlayır. Azərbaycanlı olmağın fəxarətini hər bir Azərbaycanlıya yaşadaraq addımlayır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Azərbaycan məktəbinə, Azərbaycan təhsilinə, Azərbaycan gəncliyinə böyük yeni uğurlar arzulayıram.